Sual verir ki, kirpi əti yemək olarmı? Kirpi ətin hökmündə alimlər arasında ixtilaf var. Cümhur alimlərin görüşünə görə kirpi əti halaldır. Çünki Allah Azze ve Celle Kur'an-ı Kerimdə deyir ki, وَقَدْ فَصَّلَ لَكُمْ مَا حُرِّمَ عَلَيْكُمْ. Allah Azze ve Celle buyurur ki, sizə haram olan şeyləri artıq Allah sizə təfsilatlı şəkildə izah etmişdir. Başqa ayələrdə Allah Teala bizə bəyan edir ki, sizə nəyi haram etdiyini, nəyi haram etmişəm. O ayələrə görə alimlər buyururlar ki, bu ayələrə görə kirpi əti onların içərisində zikr olunmadığına görə deməli kirpi əti halaldır. Həmbəlilərin görüşü odur ki, kirpi əti haramdır və gətirirlər ki, bu barədə Rasulullah sallallahu aleyhi və səlləmdən hədis var. O, xəbəislərdən, xəbis olan şeylərdəndir və xəbis olduğuna görə haramdır. Lakin onların gətirdiyi bu Abdullah ibn Amr'dan gətirdikləri o hədis zəifdir, səhih deyil. Həmbəlilərin istinad etdiyi hədis zəif olduğuna görə racih görüş odur ki, kirpi əti halaldır, insan yeyə bilər. Hətta yəni əgər tibbdə hər hansı bir tədavi məqsədindən də istifadə olunursa, onunla da istifadə olunur. Lakin kirpi digər heyvanlar kimi təzkiyə olunmalıdır. Yəni kəsilməlidir. Bismillah deyərək kəsilərək yeyilməsi gərəkir. Yəni başqa cür öldürülərsə meyit sayılır, mütləq kəsilməsi gərəkir.